Ekologiyası xəbər verir ki, Zaqatala 8 saylı regional meşə təsərrüfatı mərkəzinin Tala meşəbəyliyinin 3 saylı meşə dolayında meşə bərpa tədbirləri çərçivəsində 1 hektar ərazidə ümumilikdə 2000 ədəd ting əkilib. Əkin zamanı əsasən şabalıd, qoz və pekan qozu tinglərindən istifadə olunub. Ərazinin qorunması məqsədi ilə tinglik tam şəkildə çəpərlənərək mühafizə altına alınıb. Tinglik sahəsi Əliyabad meşəbəyliyinin 6 saylı meşə dolayının 12-ci kvartalında yerləşir. Burada həm açıq, həm də qapalı kök sisteminin tinglərinin yetişdirilməsi həyata keçirilir. Hazırda tinglikdə bir sıra ağac növləri yetişdirilir. Palıd, qoz, şabalıd, pekan qozu, qarağac, göyrüş, akasiya, eyni cinsli yarpaqlı cinslər, eldar şamı və sərf kimi iynə yarpaqlı növlər. Tinglikdə il ərzində 1000-dən çox ting və toxumcuq yetişdirilib və mərkəzi meşə bərpa tədbirlərində istifadə olunub. Hal-hazırda növbəti əkin aksiyaları üçün qoz və akasiya tingləri çıxarılaraq əkiləcək sahələrə göndərilir. Tinglikdə bütün işlər aqrotexniki tələblərə uyğun aparılır. Suvarma və qulluq davam edir. Tinglik sahəsində görülən işlərdə Əliyabad meşəbəyliyinin 6 saylı meşə dolayı gözətçisi, mərkəzin veteran əməkdaşı Məmməd Rəsul Gözəlovun əməyi xüsusi vurğulanır. 8 saylı regional meşə təsərrüfatı mərkəzinin baş əkin mühəndisi Elkin Gözəlov əməkdaşlarımıza açıqlamasında qeyd edib ki, mərkəzi xidməti ərazilərində hər il olduğu kimi bu ildə meşə bərpa prosesləri ardıcıl şəkildə icra olunur. Mərkəzin ümumi ərazisi 67.195 hektar ərazini əhatə edir. Cari ilin payızında da 19 hektar ərazidə meşə əkini işləri aparmalıyıq. Hal-hazıradək 12 hektar sahədə demək olar ki 29500 ədəd ağac tingləri əkərək meşə əkin sahəsi salmışıq. İstifadə olunan tinglər deməli qoz, şabalıd, pekan qozu, akasiya, qarağac cinslərindən ibarət meşə əkinləri salmışıq. İşlərimiz hal-hazırda da davam elətdirilir. Əkinlə yanaşı biz meşələrdə, seyrək yerlərdə, meşə altı seyrəkliklərdə meşə bərpa tədbirinə kömək məqsədi ilə orada da müxtəlif meşə cins toxumlarını səpərək meşə bərpa tədbirləri aparırıq. Sonda o əlavə edib ki, meşələrin qorunması məqsədi ilə ərazilərdə xəndəklər qazılıb, çəpərlənmə işləri aparılıb. Hazırda görülən işlər davam etdirilir və bundan sonra da fasiləsiz şəkildə davam etdiriləcək. Dilbər Vüqar qızı, Niyaməddin Əşrafov, Afət Yaqubova, Bölgə TV.